Salam uşaqlar, biz bugün fəzada düz xəttlər və müstəvilər bölməsindən mail, perpendikulyar və proyeksiya mövzusundan bəzi sualların izahına birlikdə baxacağıq. Gəlin başlayaq birinci sualdan. Deməli, birinci sualda bizə nə verib? Oxuyuram. Müstəvidən 6 sm məsafədə yerləşən nöqtədən bu müstəviyə uzunluğu 12 sm olan mail çəkilmişdir. Mailin müstəvi ilə əmələ gətirdiyi bucağı tapın. Deməli, uşaqlar, müstəvi deyirsə, siz müstəvini, məsələn, bir dənə kitab götürdüm, düzdürmü? Bu müstəvi sayılır və yaxud düz xətt formasında da yaza bilərsiniz. Necə istəyirsiniz, təsvir edə bilərsiniz. Məsələn, mən belə çəkirəm. Bunun üzərində bir düz xətt qeyd edə bilərəm. Mənə deyir ki, müstəvi üzərində olmayan nöqtə, yəni müstəvidən kənarda olan nöqtə bu deməkdir. Bu nöqtə bu müstəvidən 6 sm məsafədədir. Yəni məsafədədirsə, deməli bura perpendikulyardır 6 sm. Və bu müstəviyə, həmin nöqtədən bu müstəviyə 12 sm mail çəkilmişdir. Maildəki bu belə bir xəttdir uşaqlar. Yəni mail deyirsə, elə bilin ki, ipetonus çəkirsiniz də. Bunun adı maildir. Bu xəttin adı məsafədir. Aşağıdakı qalan, yəni müstəvinin üzərində qalan mail ilə məsafənin arasında qalan hissə isə proyeksiya adlanır. Yaxşımı? Bilin bunu. Bizə deyir ki, mailin uzunluğu 12-dir. Yaxşı qeyd elədik. Mailin müstəvi ilə əmələ gətirdiyi, mailin müstəvi ilə əmələ gətirdiyi, yəni məndən bu bucağı soruşur. Bu bucaq neçə dərəcədir? Təbii ki, görürsünüz ki, düz bucaqlı üç bucaqda hansı bucaq qarşısında duran katet hipotenuzun yarısı idi? 30 dərəcəli. Deməli, alfa bərabərdir 30 dərəcəyə. Yəni, birinci sualda cavabımız oldu C variantı. Keçirik ikinci sualımıza. İkinci sualımızda baxaq. Nədir? 2. İkinci sualımızda biz 2 dediyim 3'ə baxırıq, daha doğrusu təklərə 2 eynidir. Üçüncü sualımızda qeyd olunub ki, müstəvidən 4 desimetr məsafədə olan nöqtədən, bu müstəviyə endirilmiş mailin uzunluğu yenə eyni məsələ. Müstəvidən 4 sm olan, 4 desimetr daha doğrusu olan məsafədə olan nöqtədən bu müstəviyə endirilmiş mail. Endirdik mail, bu mailimdir mənim. Bu 5 desimetrdir. Bizdən proyeksiyanı. Proyeksiyanı mən bayaq sizə izah elədim ki, bu hissədir. Bizdən buranı istəyir. Biz də bilirik ki, Pifaqorla x-in kvadratı üstəgəlsin 4-ün kvadratı bərabərdir 5-in kvadratı yazacaq. X kvadratı üstəgəlsin 16 bərabərdir 25-ə. X kvadratı bərabərdir 9-a. X da bərabərdir 3-ə. Yəni, burada cavabımız oldu nə? B variantı. Aha. Üçüncü sualda cavab B variantıdır. Keçdik 5-ci sualımıza. 5-ci sualda nə deyir? Müstəvi xaricində verilmiş nöqtədən, yenə müstəvinin xaricində bir nöqtə verilib. Verilmiş nöqtədən həmin müstəvi ilə 45 dərəcə bucaq əmələ gətirən, həmin müstəvi ilə 45 dərəcə deyirsə, burada bir dənə düz xətt çəkirəm, bura 45 dərəcə əmələ gətirən mail çəkilmişdir. Mailin uzunluğu 8 sm bərabər olarsa, verilmiş nöqtədən, yəni həmin bu nöqtədən müstəviyə qədər olan məsafə, yəni məndən, uşaqlar, baxın, bu məsafəni istəyir, buranı istəyir. O zaman mən bilirəm ki, buradakı bucaq 90-dır, bayaq dedik ki, perpendikulyardır, düzdürmü? 90 dərəcədir məsafə. Müstəviyə perpendikulyardır. 45 dərəcədirsə, baxıram ki, onda 90, 45, burada 45 dərəcə qalır, düzdürmü? Yəni, bu alındı, bərabər yanlı düzbucaqlı üçbucaq, bərabər yanlı düzbucaqlı üçbucağın kateti hipotenuzdan kökdə 2 dəfə kiçik idi. 8-i yəni bölürük kök atdı 2-yə, o da eləyir 4 kökdə 2. Yəni, cavabımız oldu 5-ci sualda E variantı və yaxud siz bunu x kvadratı üstəgəlsin x kvadratı bərabərdir 8-in kvadratı kimi də hesablaya bilərsiniz. İndi keçəcəyik növbəti sualımıza, yəni 7-ci sualımıza keçirəm. 8 eynidir. 7-ci sualda şəkil çəkib deyə mən də onu çəkəcəm sizlə birlikdə. Bir dəqiqə. Deməli, baxaq. C bir dəqiqə. Buranı da çəkək sonra. Bəli.
Baxıram mənə nə verib burada. Qeyd edirəm. C, K, Y, D, B. Gördüyümüz kimi. Və burada birləşdirib diaqonalı, bu tərəfdə burayla birləşdirib. Düzdürmü? Aha, yaxşı, çəkdik. CDYK. Deməli, CDYK uşaqlar kvadratdır. Yəni, bütün tərəfləri bərabərdir. D təpəsindən kvadratın BD müstəvisinə BD perpendikulyarı. Yəni, bura perpendikulyar deməkdir. Yəni, bura perpendikulyar endirilib. Düzdürmü? İki tərəfə də perpendikulyardır. Endirilib. Kvadratın müstəvisinə BD perpendikulyarı qaldırılmışdır. CY 3 kök altda 2 olarsa CY. CY bizim nəyimiz idi? Təbii ki, CY bizim diaqonalımızdır. Normalda kvadrat çəkərəm. Kvadratın diaqonalı əgər 3 kökdə 2-dirsə, tərəfləri 3-3 olur. Çünki bayaq dediyimiz 45-45-90 bərabər yəni düzbucaqlı üçbucağında hipotenuz katetdən kökdə 2 dəfə böyükdür. Bizə hipotenuz verdiyinə görə bu hipotenuz rolunu oynayır da biz onu kök altda 2-yə böldük. Yəni bizim tərəflərimiz oldu 3, 3, 3, 3. Düzdürmü? Aha, BD-nin də uzunluğunu mənə verib 8. BD də 8-dir uşaqlar və bizdən BY parçasının uzunluğunu istəyir. İndi mən BY parçasının uzunluğunu təbii ki, hansı teoremin əsasını tapacam? Pifaqor teoreminin əsasını tapacam. BY-nin kvadratı nəyə bərabər olacaq uşaqlar? Diqqətlə baxın. 8-in kvadratı üstəgəlsin 3-ün kvadratı. Çünki bunun özü də düzbucaqlı üçbucaqdır da. Bu tərəf perpendikulyardırsa, həm bura perpendikulyardır, həm də bu tərəfə perpendikulyardır. Yazacağım onda. BY-nin kvadratı bərabərdir 8-in kvadratı üstəgəl 3-ün kvadratı. BY-nin kvadratı bərabərdir 64 üstəgəlsin 9. BY-nin kvadratı bərabərdir 73. BY bərabərdir nəyə uşaqlar? Kök altında 73-ə. Yəni cavab oldu burada C variantı. Aha. Sonra baxırıq növbəti sualımız hansıdır? 8 eynidir. 9-cu suala baxıram. 9-cu sualda mənə nə verib? Deyir ki, 9-da müstəvidən yenə 15 sm məsafədə, yeni məsələlərdir. Müstəvidən 15 sm məsafədə yerləşən nöqtədən, yəni mənim bu məsafəm 15 sm-dir. Bu müstəviyə proyeksiyasının uzunluğu 20. Aha, proyeksiyasının uzunluğu 20 sm olan mail çəkilib. Yəni bu mailin uzunluğu deyil uşaqlar. Bunun proyeksiyasının. Proyeksiyası bayaq dedim ki, müstəvinin üzərində qalan hissəsidir. Yəni müstəvinin üzərində qalan katet proyeksiya adlanır. Bunu 20 verib məndən mailin uzunluğunu istəyir. Mailin uzunluğu da ki, təbii ki, yenə Pifaqor teoreminin əsasına 20-nin kvadratı üstəgəl 15-in kvadratı bərabərdir C kvadratı. Bunu da bilirsiniz 20, 15, 25'dir. 400 üstəgəlsin 225 bərabərdir C kvadratı. C kvadratı bərabərdir 625. 625 də uşaqlar kök altında nə çıxır? 25 çıxır. Deməli cavabımız oldu 25. Yəni 9-cu sualda Y variantıdır. Yəqin ki, aydındır. 11-i də yazaq, sonra birlikdə çəkərik. Yenə mənə deyir ki, müstəvi üzərində olmayan A nöqtəsindən bu müstəviyə, müstəvi üzərində olmayan A nöqtəsindən bu müstəviyə nə çəkilib? 20 sm olan mail. Aha, mail çəkilib. Tamam. Mailin müstəvi üzərindəki proyeksiyası. Mailin müstəvi üzərindəki proyeksiyası bundan danışır bizdə. Yaxşı. Deməli, baxın, mail 20 sm-dir yazdım. Proyeksiya 16 sm-dir. Bura yazdım. A nöqtəsindən, həmin bu A nöqtəsindən müstəviyə qədər olan məsafə. Yəni, məndən buranı istəyir. Təbii ki, yeni Pifaqorla tapacam. 16-nın kvadratı üstəgəlsin x-in kvadratı bərabərdir 20-nin kvadratı. X-in kvadratı bərabərdir 400 çıxılsın 256. X-in kvadratı bərabərdir 144. X də bərabərdir 12. Yəni, A nöqtəsində müstəviyə qədər olan məsafə 12-dir. Burada da 11-də də oldu bizim cavabımız nə? D variantı. Yaxşı, keçirəm növbəti sualıma. 13-cü sual. 13-cü sualda bizə nə verib? Baxaq diqqətlə. Müstəvidən 12 sm olan məsafədə olan nöqtədən bu müstəviyə 60 dərəcəli bucaq altında çəkilmiş mailin uzunluğunu tapın. Yenə mən şəklimi çəkirəm.
müstəvimi çəkirəm. Müstəvidən 12 sm məsafədə yerləşən nöqtə. Yəni nöqtə müstəvidən neçə santimetr məsafədədir uşaqlar? 12 sm məsafədədir. Bu nöqtədən bir dənə bunu belə çəkək, bilin ki, bu nöqtədən bu müstəviyə 60 dərəcə bucaq əmələ gətirən mail çəkilib. Baxın, 60 dərəcə. Müstəvi ilə 60 dərəcəli. Bu müstəviyə 60 dərəcəli bucaq əmələ gətirən mail çəkilmişdir. Və bizdən mailin uzunluğunu istəyir. Biz bilirik ki, 60 dərəcənin qarşısındakı katet 12-dirsə, 30-un qarşısındakini tapmaq üçün 12-ni kök altda 3-ə bölürük. Onu da qoşmasına vurarıq kökdə 3-ə. Eləyər 3, yəni cavab alınır 4 kök altda 3. Bizim proyeksiyamız olar 4 kök altda 3. Amma bizdən mailin uzunluğunu istəyir. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısı olduğuna görə bizim mailimiz də olacaq nə? 8 kök altda 3. Yəni 13-də cavabımız oldu Y variantı. 15-ci məsələmizə baxaraq yenə bizə deyir ki, müstəvidən 16 sm məsafədə yerləşən nöqtə. Yenə 16 sm məsafədə yerləşən nöqtəni qoydum. Müstəviyə çəkilmiş mail müstəvi ilə 30 dərəcəli bucaq. Müstəvi budur da. Müstəvi ilə 30 dərəcə bucaq altında kəsişir. Yaxşı. Mailin uzunluğunu tapın. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Deməli burada 32 olacaq. Yəni 16-nı vurduq 2-yə 32. 15-də də cavabımız oldu Y variantı. Növbəti sualımıza baxacaq indi. Keçdik 17-ci məsələmizə. Düzdürmü? 17-ci məsələmizi yaxınlaşdıraq. 17-də deyir ki, A nöqtəsindən, yəni bu şəkil çəkək əvvəlcə. A nöqtəsindən gördüyünüz kimi 2 dənə mail çəkilib. A nöqtəsindən maillər çəkilib. Baxırıq ki, C nöqtəsi, A nöqtəsi, bura H nöqtəsi, burada D nöqtəsi. A nöqtəsində alfa müstəvisinə AC və BD mailləri çəkilmişdir. AC və AD daha doğrusu mailləri çəkilmişdir. AB perpendikulyarı endirilib. AH perpendikulyarı AB'dir, AH-dır. AB'dir, üzümdən səhv gördüm. AB perpendikulyar. Yaxşı, AC və AD deməli verilib. Bucaq ASB 30 dərəcədir. Bucaq ASB 30 dərəcədir. AC 8-dir. Yazdıq bura AC 8-dir. BD 3-dür. BD 3-dür. Bizdən AD-ni istəyir. AD çıxılsın sual. Baxaq uşaqlar, birdən bir üç bucaqdan başlayırsınız. Hansı üç bucaqdan? Daha çox şərt verilən üç bucaqdan başlayıram təbii ki. 30 dərəcə var, bir də hipotenuz var. Bilirik ki, 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Yəni AB nəyə bərabər olacaq? 8/2 4. Yəni mən tapdıqlarımı indi qırmızı ilə yazacağım burada. Bura 4-dür tapdıq. Sonra gedirəm ki, ikinci üç bucaqda katetlərim var, hipotenuzu axtarıram. 4-ün kvadratı üstə gəlsin 3-ün kvadratı bərabərdir AD-nin kvadratı. 16 üstə gəlsin 9 bərabərdir AD-nin kvadratı. AD-nin kvadratı bərabərdir 25-ə. AD də bərabərdir 5-ə. Yəni 3, 4, 5 üç bucağıdır. Deməli, AD-ni də tapdıq 5. Bizdən də 17-də AD-ni istəyirdi. Ona görə cavabımız oldu D variantı. Növbəti sualımıza baxacaq indi. 18 eynidir 19. 19-cu sualımızda bizdən nə istəyir? Müstəvidən 6 sm olan məsafədə çəkilən məsafədə olan nöqtədən bu müstəviyə 30 dərəcəli bucaq altında çəkilmiş mailin uzunluğunu tapın. Yenə eyni məsələdir uşaqlar. Yenə bizim müstəvimizi çəkdik. Düz xətt müstəvidən 6 sm olan məsafədə, yəni bura 6-dır. Bu müstəvidən 30 dərəcəli bucaq altında mail çəkilib. Yəni gördüyünüz kimi bu bucaq 30 dərəcədir. Yenə 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. 6-nı vurursunuz. 2-yə 12, yəni 19-da olur. Cavabımız C bəndi. Bizdən buranı istəyirdi. 21-ci suala baxacağım. 21-ci məsələmizdə deyir ki, diaqonalı 6 sm olan düzbucaqlının müstəvisinə aid olmayan nöqtə. Aha, indi mən burada
Diqqətlə baxın, düzbucaqlının elə çəkəcəm. Belə çəksəm biraz yaxşı düşmür. Bir dəqiqə belə çəkək. Əgər fəsadı çəkirsinizsə, çalışın bu formada əyri çəkin. Yaxşımı? Amma bu dedik ki, bu düzbucaqlıdır da. Düz çəksəm şəkli yaxşı qura bilməyəcəm. Deməli, diaqonalı 6 sm olan düzbucaqlının, bilirsiniz ki, düzbucaqlının diaqonalları uşaqlar bərabərdir. Bu yəqin ki, aydındır bizə. Diaqonalımız 6-dır. İndi qeyd eləyəcəm. Bütün təpələrdən 5 sm məsafədədir. Yəni, bir dənə nöqtə götürürəm. Müstəviyə aid olmayan nöqtə götürürəm. Müstəviyə aid olmayan nöqtədən bütün təpələrə, təpələr deyir, düzdürmü? Tərəf demir. Tərəf desəydi, tərəfin ortasından çəkərdim. Bütün təpələrə qədər olan məsafələr çəkdik. Aha. İndi qeyd edəcəm burada. Diaqonalı 6 demişdi. Bu təpələrə qədər olan bu nöqtədən məsafələrə isə nə demişdi uşaqlar? Hamısı 5-dir. 5, 5, 5, 5. Əla. Həmin nöqtədən düzbucaqlının müstəvisinə qədər olan məsafə, həmin bu nöqtədən düzbucaqlının müstəvisinə qədər olan məsafə uşaqlar diaqonalların kəşf nöqtəsinə qədər olan məsafəyə düşür. Yəni mən bunu indi buradan bura qədər olan məsafəni istəyir bizdən. Baxın, necə tapacağıq indi biz bunu? Bu məsafəni istəyirsə, diqqətlə dinləyin. Baxırıq ki, burada bu diaqonalların kəsişmə nöqtəsidir. Yəni, ağırlıq mərkəzi də orta simmetriya mərkəzinə düşdü. 6, bura olur 3, 3. Çünki bilirdik ki, diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür. Bu, bura perpendikulyardır. Çünki təpədən, elə bilin ki, bir dənə dəftər qoyun. Dəftərin kənarında bir nöqtədən düz dəftərin ortasına qədər məsafə deyirsə, bu düz formada indirirsiniz də onu, perpendikulyardır. İndi şəkildən görə bilməsəz də. Bunlar perpendikulyar deyil təbii ki. Bu isə perpendikulyardır. Yəni məndən buranı istəyir. O zaman yazacağım 3-ün kvadratı üstə gəlsin x-in kvadratı bərabərdir 5-in kvadratı. X kvadratı bərabərdir 25 çıxılsın 9. Bildiyimiz kimi bu 4 olacaq. X bərabərdir 4. Baxırıq, bəli, cavabımız D variantıdır 21-də. Sonra 23-cü məsələyə baxacağım. 23-cü məsələdə də müstəvidən 8 sm olan məsafədə çəkilmiş mailin uzunluğu bu müstəvi üzərində proyeksiyasına 4 sm böyük olarsa. Yaxşı, müstəvi deyir, belə də çəkə bilərsiniz uşaqlar düz xət kimi də. Müstəvidən 8 sm məsafədə olan nöqtə çəkdim. 8 sm məsafədə olan nöqtədir. Çəkilmiş mailin uzunluğu, yəni bu mailin uzunluğu proyeksiya açısından 4 sm böyükdür. Yəni proyeksiya x-dir, mail x plus 4-dür. Yəni bunu Pifaqorla təbii ki, əldə eləyərəm. X-in kvadratı üstə gəl 8-in kvadratı bərabərdir x üstə gəl 4-ün kvadratı. X-in kvadratı üstə gəlsin 64 bərabərdir. X kvadratı üstə gəl 2 vur x vur 4 8x üstə gəlsin 16. X kvadratları gedir. 8x bərabərdir. 64-dən çıxırıq 16-sını. 8x bərabərdir 48-ə. X da bərabərdir 6-ya. Yəni mənim proyeksiyam 6-dırsa, bura 6-dırsa, bura 6 tapdıq. Onda burada olacaq 6 üstə gəl 4 10. Bizdən maili istəyirdi. Mailimiz də oldu 10. Yəni 23-də cavab oldu 10. Baxaq hansı bənddir? D variantı 23-cü sualda. Aha, keçirik növbəti məsələmizin həllinə, yəni 25-ci sualdayıq. 25-ə baxıram. 25-ci sualda müstəvidən yenə, görürsünüz bu məsələlərdən əslində çoxdur. Müstəvidən 16 sm məsafədə yerləşən, müstəvidən 16 sm məsafədə yerləşən nöqtədən, yəni buradır, bu müstəviyə 32 metr olan, 16 metr olan məsafədə yerləşən nöqtədən müstəviyə uzunluğu 32 metr olan mail çəkilib. Mailimiz də 32-dir. Mailin müstəvi ilə əmələ gətirdiyi, yəni müstəvi ilə əmələ gətirdiyi bucaq təbii ki 30 dərəcədir ki, 16 vur 2, 12 alınıb. 30 dərəcə. Cavabımız oldu 25-də B variantı. 27-ci suala baxıram. 27-ci sualda deyir ki, müstəvidən 6 desimetr məsafədə olan nöqtədən
olan nöqtədən bu müstəviyə uzunluğu 12 desimetr olan mail çəkilmişdir. Mailin müstəvi ilə əmələ eyni məsələymiş bu da. Əmələ gətirdiyi bucağı istəyir bizdən. Təbii ki, bura 30 dərəcədir. Yenə çünki gördüyüm kimi onun yarısıdır. Desəydi maillə məsafə arasındakı bucaq bunu soruşardı. Maillə müstəvi arasında deyirsə aşağıdakını soruşur uşaqlar. Həmişə yadınızda saxlayın, qaçışdırmayın. Birdən görərsiniz elə rəqəm elə o yarıdır 30 götürərsiniz. Suala diqqətlə dinləmək lazımdır. Yuxarıdakı bucaqdırsa 60 olacaq idi. Yaxşı, keçirəm indi növbəti sualımıza, yəni 29-cu sual. Baxaq 29-cu məsələmizə. 29-da deyir ki, müstəvi xaricindəki nöqtədən müstəviyə uzunluqları 5 və 12 sm olan 2 mail çəkilmişdir. Kiçik mailin bu müstəvi üzərində proyeksiyası 4-dürsə, yaxşı, biz çəkək. 2 dənə mail çəkməliyəm. Biri 5-dir, bu olsun, böyük olan, bu da kiçik olsun. 2 mail çəkilibsə, bu formada bilirsiniz də kitab. Elə bir kitabı açıb qoymuşuq. Bir dəqiqə bunu da çəkək. Amma buna ehtiyac yoxdur burada. Deməli, burada 90'larımızı qoyduq. Deyir ki, biri 5'dir, biri 8'dir. Yaxşı, qeyd elədik. Kiçik mailin müstəvi üzərində, kiçik mailin hansıdır? Budur da. Kiçik mailin müstəvi üzərində proyeksiyası, yəni mənlə bundan danışır uşaqlar. Bura 4 santimetrdirsə, böyük mailin müstəvi üzərində proyeksiyası, yəni buranı soruşur. Biz də gəlin baxaq. 5, 4, təbii ki, hündürlüyümüz olacaq 3. Pifaqor teoreminə əsasən tapdıq. Digər proyeksiyanı da mən aynı işarə eləsəm, yazacağım o zaman. A-nın kvadratı üstə gəlsin 3-ün kvadratı bərabərdir 8-in kvadratı. A kvadratı üstə gəl 9 bərabərdir 64. A kvadratı bərabərdir 55. A da bərabərdir kök altında 55'e. Yəni cavabımız oldu nə? 29'da D variantı. Keçirik 31-ci məsələmizə. 31-ci məsələmizdə deyir ki, sahəsi 16 pi. Sahəsi 16 pi santimetr kvadratı olan dairə. O zaman deməli, yəni dairə çəkək. Bir dəqiqə. Dairəmizi çəkək. Yaxşı. Dairənin deməli mərkəzindən, uşaqlar, mərkəzindən bir dənə perpendikulyar qaldırırıq. Qaldıraq perpendikulyarı. Deyir ki, mərkəzindən qaldırılmış perpendikulyarın uc nöqtəsindən uyğun çevrənin nöqtələrinə qədər məsafələr. Çevrənin nöqtələri bunlardır. Yəni çevrənin üzərində olan nöqtələr. Bunların hamısı, bax, bunların hamısı, çəkdiklərimin hamısı nədir? 5 santimdir. Yaxşı mı? Bunların hamısı 5'dir. 5, 5, 5. Yəni təsəvvür edin ki, yenə yerin üzərində, partanın üzərində bir dənə dairə var. Dairənin ortasından perpendikulyar qaldırıb, onun uclarından qədər, yəni çevrənin üzərində nöqtələrə qədər olan məsafələr eynidir. Tamam. Və o zaman məndən soruşur nəyi? Perpendikulyarın uzunluğunu tapın. Yəni bu qaldırdığımız perpendikulyar. Təbii ki, mən bunu nə ilə birləşdirəcəm bu formada? 1 ilə. Oradan radiusu tapsam, məsələn, həll olacaq. Bizdən bu perpendikulyar, yəni H-ı soruşur. Bura 90 dərəcədir. Çünki bura endirilmiş perpendikulyar deyirdi. Mərkəzdən perpendikulyarı qaldırmışıq. Biz dairənin sayəsini bilməliyik burada. Dairənin sayəsi pi r kvadratı bərabərdir 16 pi-yə. Pi-lər ixtisar gedər. R kvadratı bərabərdir 16-ya, R də bərabərdir 4-ə. R-imiz 4-dür. Gedirik indi yenə Pifaqor teoreminə əsasən H kvadratı üstə gəlsin 3-ün kvadratı bərabərdir 5-in kvadratı. H kvadratı bərabərdir 25 çıxılsın 9. Mən niyə rəqəmi səhv gördüm? Burada 4. 4'ün kvadratı bərabərdir 5'in kvadratı. Yəni burada da 25'dən 16 çıxdız 9. H da bərabərdir 3'ə. Yəni bizim o məsafəmiz 31-ci sualda 3'dür. Y bəndidir. Keçirik növbəti sualımıza. Növbəti sualımız 33-cü sual olacaq. 33. ABCD düzbucaqlısının müstəvisinə qaldırılmış perpendikulyarın uc nöqtəsində düzbucaqlının təpələrinə qədər olan məsafələr bərabər olub. Yenə düzbucaqlı əyri formada çəkək ki,
tam şəklimizi belə rahat qura bilək uşaqlar. Bu düzbucaqlıdır da amma. Deməli, ABCD düzbucaqlısının, ABCD düzbucaqlısının. Yaxşı, yazaq ad yaza bilmirik indi biz. Bir dəqiqə. ABCD düzbucaqlısının müstəvisinə qaldırılmış perpendikulyarın, uc nöqtəsindən. Bu perpendikulyar deməli onun hardan ortasından qaldıracaq da. Yəni əsasən deyək ki, simmetriya mərkəzindən qaldırmalıyıq. Diaqonalların kəsişdiyi nöqtədən qaldıracağım. Yəni buradan. Buradan bir dənə perpendikulyar qaldırdım uşaqlar. Qaldırdıq. Aha. Qaralayaq. Perpendikulyar qaldırmışıq. Yəni bura nədir? Perpendikulyardır müstəviyə. Düzbucaqlının təpələrinə qədər olan məsafələr həmin nöqtədən düzbucaqlının təpələrinə qədər məsafələr. Çəkək təpələrinə qədər məsafələri. Təpələrinə qədər olan məsafələr deyir, bərabərdir 26 cm-dir uzunluğu. 26-dır. Bunlar 26-dır hamısı. Hamısı nədir uşaqlar? 26-dır. Olub. Düzbucaqlının tərəfləri isə 12-16-dır. Düzbucaqlının tərəfləri isə nədir uşaqlar? 12-16 olarsa bu perpendikulyarın uzunluğunu tapın. Əla. Deməli, mən bu məsələni həll eləmək üçün diqqətlə baxın uşaqlar. Bu üç bucaqdan tapa bilərəm. Bir dənə mənim diaqonalımın yarısını tapmaq lazımdır. Yəni əvvəlcə diaqonalını tapmalıyam ki, sonra mən onu yarıya bölüb üç bucaqda istifadə edə bilim. Əgər 12-16-dırsa, düzbucaqlını ayrıca çəkdim. Onun diaqonalını gedin tapın. 12-nin kvadratı üstə 16-nın kvadratı bərabərdir D kvadratı. 144 üstə gəlsin 256 bərabərdir D kvadratı. D kvadratı bərabərdir 400-ə, D də bərabərdir 20-yə. Yəni sənin diaqonalın 20-dirsə, bilirdik ki, düzbucaqlının diaqonalı kəsişir. Kəsişmə nöqtəsində yarıya bölünür. Diaqonallar da bərabərdir 10. Yəni bura oldu 10 uşaqlar. Bu hissə 10-dur. Burada 26-dır. H-ı gedib Pifaqorla tapacam. H kvadratı üstə gəlsin 10-un kvadratı bərabərdir 26-nın kvadratı. 676-dan çıxıram 100-ünü alıram 576. Uşaqlar 576-da nəyin kvadratıdır? 24-ün kvadratıdır. 33-cü sualda cavabımız oldu A bəndi. Yəqin ki, aydındır. Aha, keçirik indi biz. Yaxşı. 35-ci sualımıza. 35-ci sualımızda bizə nə veribdir? A nöqtəsi tərəfi 6 sm olan, bərabər tərəfi üçbucağın təpələrindən 6 sm məsafədədir. Yaxşı, bir dənə üçbucaq çəkək. Bərabər tərəfli üçbucaqdır. Uşaqlar, bərabər tərəfli üçbucağın tərəflərinin 6-dır, qeyd elədik. Və deyir ki, A nöqtəsi bu üçbucağın təpələrindən, bir dənə kənarda A nöqtəsi götürürəm. Bu üçbucağın təpələrindən 6 sm məsafədə olacaq. Yaxşı, çəkdik. Bunlar da 6-dır, lap yaxşı. Mənə deyir ki, nəyi tap? 35 oxuyuram. A nöqtəsindən üçbucağın müstəvisinə qədər olan, yenə üçbucağın müstəvisinə qədər olan məsafə uşaqlar. Burada ağırlıq mərkəzinə düşəcək. Bizə də bizim ağırlıq mərkəzimiz nə idi? Diaqonalların kəsişdiyi nöqtə. Yəni bura endirilmiş perpendikulyar. Yəni bunu tapın. Mən təbii ki, buranı birləşdirəcəm belə bu formada. Deməli, mən medianı tapmalıyam ki, bu hissəsi nə idi? Təpədən başlayan 2K. 2K hissəsini tapmalıyam ki, həmin bu məsafəni tapa bilim. İndi gedək, gəlin, üçbucağı çəkək. Normalda qıraqda üçbucağın medianını tapaq. Bilirdik ki, medianın düsturu nə idi? A kökətdə 3/2 və yaxud buradan ayrı cürdə tapa bilərik. 60-30 yazıb tapa bilərsiniz. Mən düstura əsasən yazdım. 6 kökətdə 3/2, yəni 3 kökətdə 3. Düzdürmü? Baxıram ki, medianım 3K idi. Məndə isə 2K olan hissəsi lazımdır. Yəni, mən bu 3 kökətdə 3-ün nəyini tapacam? 3-də 2 hissəsində 3-dən 2-sini götürməliyəm. Düzdürmü? Aldım 2 kökdə 3. Yəni, bura oldu 2 kökətdə 3. İndi gedib H-ı tapacam. Yazacam H kvadratı üstə gəlsin 2 kökətdə 3-ün
kvadratı bərabərdir 6-nın kvadratı. H kvadratı üstə gəlsin. 2-nin kvadratı 4, 4 vur 3 12, 12 bərabərdir 36. H kvadratı bərabərdir 24-ə. H da bərabərdir kök altda 24-ə. O da 4 vur 6 deməkdir. Yəni 2 kökdə 6. 35-ci sualda cavabımız oldu Y bəndi. Aha. Keçirik növbəti sualımıza. Növbəti sualımız 37-cidir. 37-ci sualda bizə deyir ki, müstəvidən 20 sm məsafədə olan nöqtədən müstəvi ilə 30 və 60 dərəcəli əmələ gətirən iki mail çəkilmişdir. Maillərin proyeksiyaları qarşılıqlı perpendikulyardır. Qəşəng məsələdir. Deməli, bir dənə nöqtə götürəm. Burada maillərimi yaxşı çəkeyim. 2 dənə maildir. Yaxşı. Maillərin özü də qarşılıqlı perpendikulyardır. Proyeksiyalar daha doğrusu. Baxaq, müstəvidən 20 sm məsafədə olan nöqtə, uşaqlar, buradır da, yəni bunu çəkdik, düzdürmü? Formada. Deyir, müstəvi ilə 30 dərəcəli əmələ gətirib, bu mail isə 60 dərəcə əmələ gətirən 2 mail çəkilmişdir. Mailin proyeksiyaları. Uşaqlar, mailin proyeksiyaları bunlardır. Düzdürmü bu xətlər? Bunlar qarşılıqlı perpendikulyardır. Yəni burada da bir 90 dərəcə var. Bunu mənə demək istəyir. Maillərin oturacaqları arasındakı məsafə budur. Bizdən buranı istəyir. Əvvəlcə gəlin gedək 30-60 xassəsindən istifadə edib tərəfləri tapaq. 30 dərəcəli bucaq qarşısında duran katit hipotenuzun yarısıdır. Bilirsiniz, deməli bura 40-dır. Bu da 60 olduğuna görə 60-ın qabağı isə 30-un kökdə 3-üdür. Yəni bura olur 20 kökdə 3. Sonra əgər 60 dərəcənin qarşısında olan tərəf 20-dirsə, onda 30-un qabağını tapmaq üçün 20-ni bölməliyəm nəyə? Kök altda 3-ə. Bunu da tapdım. Deməli, mənim düzbucaqlı üçbucağımın artıq katetləri hazırdır. Biri 20 kökdə 3-dür, biri isə 20 bölünsün kök altda 3-dür. Məndən də bu məsafəni istəmir. Gedib Pifaqordan istifadə edib taparam. 20 kök altda 3-ün kvadratı üstə gəlsin 20 böl kök altda 3-ün kvadratı bərabərdir x kvadratı. 400 vur 3 üstə gəlsin 400 böl 3 bərabərdir x kvadratı. Ortaq məxrəcə gətirsək 3, buna 3'ə vurmalıyam, çünki buranın məxrəci 1'dir. 9 vur 400, 3600, üstə gəlsin 400. Bərabərdir x kvadratı. Burada da olacaq 3'də 4000, bərabərdir x kvadratı. X da bərabərdir uşaqlar kök altında 4000. 400 vur 10 bölü 3 yazım, çünki buradan 400 çıxacaq qabağa 20. Burada da qalır 3'də 10. 3'də 10 da 20 kök altında 3 tam 3'də 1 deməkdir. Yəni cavabımız oldu 37-ci sualda A variantı. Yəqin ki aydındır. Yaxşı, keçirik 39-cu məsələmizə. Hələ gətirdik bucağın üzərindən düz xətt çəkilir. Bunu belə təsəvvür edə bilərsiniz. Bu bir dəqiqə. Aha. Davam edək. Neçənci sualda qalmışdıq uşaqlar? 37-ni izah elədik. İndi 39-cu məsələyə baxırdıq. Bəli. 39-cu məsələdə baxaq nə verib bizə. Yenə ABCD kvadratıdır. Çəkək ABCD kvadratına. Bir dəqiqə. Səliqəli olsun deyə ABCD kvadratı çəkirik. Perpendikulyar qaldırılıb gördüyüm qədərilə. Yalan. A, B, C, D kvadratı
B perpendikulyardır. BK ABCD müstəvisinə perpendikulyar qaldırılıb və bunun uzunluğu 6 sm-dir deyə qeyd edirəm. Kvadratın tərəfi 8-dir. Yazıram 8, 8, 8, 8 və məndən KSD üçbucağının sahəsini KSD-ni istəyir. Əla. Baxaq uşaqlar, görürsüz 6, 8-dirsə KS-ni taparıq. Yazarıq 6-nın kvadratı üstə gəlsin 8-in kvadratı bərabərdir KS-nin kvadratı. 100 bərabərdir KS-nin kvadratı, KS bərabərdir 10. Yəni, buranı tapdım 10. Yəqin ki, razıyıq. Uşaqlar, deməli, bu diqqətlə fikir versəz, bizə deyir ki, KS-də, bura 8-dir də, hə? Bu hissədə 10-dur. Bu KS-də, bu üzrə əslində perpendikulyardır da. Bu KS də CD-yə perpendikulyardır bu üzrə. Perpendikulyar üçbucaqdır. Ona görə bura 10, burada 8, elə bil düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsi nə idi? Yadımızdadırsa, katetləri hasilinin yarısı KS-dir. 8 vur 10 bölü 2. Yəni, cavabımız olacaq 40. 39-cu məsələdə A variantıdır. Və burada bizə kvadrat idi və kvadratın öz bucağı da 90 dərəcədə bilirik ki, və burada endirilmiş o perpendikulyar B təpəsindən kvadratın müstəvisinə uzunluğu 6 sm bərabər olan gördüyümüz kimi BK perpendikulyarı qaldırılmışdı və oradan endirilən digər üzətdə KS xətti də CD-yə nə olur? Perpendikulyar olur. Ona görə bunun da sahəsi A vur B bölü 2 ilə hesabladıq. İndi biz yazacağıq digər 41-ci məsələmizi. 41-ci məsələyə baxıram. 41. 41-ci məsələdə bizə deyir ki, müstəvidən 4 sm məsafədə yerləşən nöqtədən 2 mail müstəvi ilə uyğun olaraq 45 və 30 dərəcəli bucaq əmələ gətirib. Gəlin yenə biz çəkək. Müstəvimizi çəkək. Maillərimizi çəkək. 2 dənə mailimizi çəkək. Bayaqki kimi də 2 mail deyəndə necə çəkirdik bu formada. Biri deyir 30 dərəcə əmələ gətirib, biri də 45 dərəcə əmələ gətirib. Aha. Bir deyil. 90-90'larımızı qoyaq bura. Yaxşı, indi qeyd edəcəm. Müstəvidən 4 sm olan məsafədə, yəni bu hissə idi. 30 dərəcəli əmələ gətirib, bir də 45 dərəcəli əmələ gətirib maillər müstəvi ilə. Maillərin proyeksiyaları arasında qalan bucaq. Diqqətlə baxın, maillərin proyeksiyaları arasında qalan bucaq buradır. Bax, maillərin proyeksiyaları arasında qalan bucaq hara oldu? Bu hissə. 150 dərəcədir deyir. Maillərin oturacaqları arasında, yenə maillərin oturacaqları arasında dediyinə görə, yəni mən bu hissəni tapmalıyam. Baxıram, gedirəm əvvəlcə digər tərəfləri tapmağa. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Deməli, bura oldu 8. Aha, anda bura 60-dırsa 60-ın qabağı, 30-un qabağının nə idi? Kök 3 misli. Burada oldu 4 kök atdı 3. Bura 45 dərəcədir. 45-dirsə, onda burada 45-dir. Yəni, bərabər yanlıdır. Onda burada 4 olur. Deməli, mənim üçbucağımın artıq hazırdır tərəfləri. 150 dərəcə verib, buranı verib 4 kökdə 3, buranı da verib 4. Məndən bu hissəni istəyir. Uşaqlar, iki tərəf və onlar arasında qalan bucaq verilibsə, təbii ki, nədən istifadə edirəm? Kosinuslar teoremindən istifadə edib tapıram. X kvadratı bərabərdir 4 kök atdı 3-ün kvadratı, üstə gəlsin 4-ün kvadratı, çıxılsın 2 vur 4 kökdə 3 vur 4 vur kosinus 150 dərəcə. Bərabər qoymayaq. X kvadratı bərabərdir 48 eləyir 4-ün kvadratı 16, 16-ın 3-ə vurdum 48. Üstə gəlsin 4-ün kvadratı 16, çıxılsın 2 vur 4 kök 3 vur 4. Kosinus 150-də uşaqlar nə deyildi? 180 çıxılsın 30 idi də, yəni mənfi kosinus 30, çünki ikinci rübdə mənfi olur. Yəni mənfi kök 3 bölü 2. Mənfi müsbət eləyəcək. Kök atdı 3-ü də kök atdı 3-ə vuranda 3 eləyəcək. Yəni, bura elədi 64. Kök 3-ü kök 3-ə vurdum 3. 4 də 4-ə vurdum 16. 16-nı da 3-ə vurdum 48. X kvadratı bərabərdir 112. X də bərabərdir kök altında 112. 112-ni də yaza bilərik 7-yə bölünür də 16 vur 7. Bu da eləyir 4 kökdə 7. Baxaq variantlarımıza. 41-ci sualda bəli, C variantı bizim məsələmizin həllidir.
Keçirik növbəti sualımıza. Növbəti sualımız 43-cü məsələdir. 43-cü məsələdə bizə deyir ki, ABCD kvadratının bir dənə kvadrat çəkək tez. Amma bunu belə yox. Çəkməyək. Çünki bizim sərf eləmir elə çəkmək. ABCD kvadratının A təpəsindən, A təpəsi olsun bu, qaldırılmış perpendikulyar müstəviyə, deməli, A təpəsindən kvadratın müstəvisinə AN perpendikulyarı qaldırılmışdır. M nöqtəsindən kvadratın digər təpələrinə qədər olan məsafələr 8 və 10-dur. Yəni məsafələrdən danışır. 8 və 10-dur. Bizə nə istəyir? AM-in uzunluğunu istəyir. Yaxşı, indi adını yazacağım. A, B, C, D. Burada AM idi. AM-in öz uzunluğu vermişdimi? Xeyr. Deyir ki, M nöqtəsindən kvadratın digər təpələrinə qədər olan məsafələr 8 və 10-dur. Yəni, bunlar biz nədir? Uşaqlar 8 və 10 santimetrdir. Deməli, bayaq da dediyim ki, uşaqlar burada perpendikulyardır. Perpendikulyardan olan məsafələr də perpendikulyardır. Onda mən kvadratın tərəfini tapa bilərəm. Bura olacaq 6. Necə tapdıq? Təbii ki, BC-nin kvadratı üstəgəl 8-in kvadratı bərabərdir 10-un kvadratından istifadə edib tapırıq. Aha. BC oldu 6. Bizdən nə istəyir? AM-in uzunluğunu istəyir. Baxaq, əgər kvadratın tərəfi 6-dırsa, onda burada 6, burada 6, hamısı 6 olacaq. İndi mən burada perpendikulyar idi, AM perpendikulyarı qaldırılmışdı. Gedib yenə Pifaqorla tapacağım. AM-in kvadratı üstəgəl 6-nın kvadratı bərabərdir 8-in kvadratı. AM-in kvadratı bərabərdir 64 çıxılsın 36. AM-in kvadratı bərabərdir 28. AM də bərabərdir kök altında 28. Kök altında 28-i də yazarıq 4 vur 7. Yəni 2 kökdə 7. 2 kökdə 7 cavabımız oldu Y bəndi. 43-cü sualda cavabımız Y bəndidir. Aha, keçirik növbəti məsələmizə. 45. 45-ci sualımızda bizə nə verib? Baxaq diqqətlə. Deyir rombun, bir dənə romb çəkək. Bilirsiniz ki, rombun da bütün tərəfləri bərabərdir uşaqlar. Diaqonalları da qarşılıqlı perpendikulyardır. Yaxşımı? Rombun diaqonallarını çəkirəm. Diaqonalları 1 və 2 kökdə 2-dir. Rombun müstəvisinə aid olmayan M nöqtəsindən bu müstəviyə qədər olan məsafə 3-dür. Yəni, bu müstəviyə qədər olan məsafə deyir, təpəsinə qədər demirsə, yenə bunların, mən bunu hara endirəcəm? Diaqonalların kəsişmə nöqtəsinə endirəcəm. Yəni, bax, buradan qaldıracam bu perpendikulyarı. Bu nöqtəyə də yazaq, M deyirdi də, düz deyil, M nöqtəsi. Bura 3-dür. Olsun, bura MO. MO da bərabərdir 3-ə. M nöqtəsi rombun tərəflərindən bərabər məsafədə olarsa, tərəflərindən, bax, təpələrindən desə, belə çəkərsiniz. Tərəflərindən deyəndə tərəfin ortasına gətirin. Yaxşımı? Təpələrindən deyirsə, bura, tərəflər deyəndə bu hissələrdir. Yəni, bura ad çəkirik də biz adətən. Tərəf deyəndə, yəni gördüyünüz hara çəkdim. Deyir, hamısı bərabərdir. Yəni, əslində burada çəkməliyəm, burada çəkməliyəm, burada çəkməliyəm. Bir dənəsini çəksən kifayətdir, çox qarışmasın məsələ. Yaxşı, məndən bu məsafəni istəyir. Mən bu məsafəni tapasın. Bilirəm ki, bura perpendikulyardır, bütün yəni müstəviyə perpendikulyardır. Təbii ki, buradan bura birləşdirəcəm. Mən bu düzbucağı, üçbucağın köməkliyi ilə tapacağım. Bu arada bu 3 uşaqlar, bax bu da 3 buradır, bilina yəni. Çəkmişdik əvvəl bu 3. O idi də. Deməli, mənə tapmaq üçün nə lazımdır uşaqlar? Bu nədir? Bu təbii ki, sizin rombun daxilinə çəkilmiş radiusudur. Çünki bunun özü də əslində nədir? Bura perpendikulyardır. Üstəviyə. Mən hündürlüyü tapsam, əslində radiusu tapa bilərəm. Radiusun düsturu vardır. Hündürlüyün düsturunu bir dənə yadımıza salaq. Hündürlük nə idi? D1 vurulsun D2. Yadımızdadırsa, kök altında D1-in kvadratı üstə gəlsin D2-nin kvadratı. Buradan hündürlüyü tapam, sonra 2-yə bölürəm. Çünki R bərabər idi H bölü 2-yə. Hündürlük D1 vur D2. Yəni,
1 vurulsun 2 kökdə 2. Aşağıda isə bunların kvadratlarını yazmalıyam. 1-in kvadratı üstə gəlsin 2 kökdə 2-nin kvadratı. Yuxarı elədi 2 kök atdı 2. Aşağıda isə eləyir 1 üstə gəl 8. Yəni 9. Oradan da çıxdı 3. 3-də 2 kökdə 2. Radius da bərabər idi hündürlüyün yarısı. Yəni bunu nəyə bölməliyəm? 2-yə. Bölürəm 2-yə. Getdi, qaldı kökdə 2 böl 3. Yəni mən eri tapdım buranı ki, nədir uşaqlar? Kökdə 2 böl 3-dür. Şo, gedib Pifaqorla indi məsələmi həll edəcəm. Yəni bu məsafəmi tapacam. 3-ün kvadratı üstə gəl. Kök atdı 2 böl 3-ün kvadratı bərabərdir x kvadrat. 9 üstə gəlsin. 3-ün kvadratı 9. Kök atdı 2-nin kvadratı 2. Bərabərdir x kvadrat. Ortaq məxrəcə gətirərəm. 9, 9 böl 1, 9. 81 üstə gəlsin 9-da 2 bərabərdir x kvadrat. X kvadratı bərabərdir 9-da 83. X da bərabərdir. X da bərabərdir nəyə? Buradan yazaq. X da bərabərdir. Kök altında 83 bölünsün 9-a. Yəni aşağıda çıxır mənim 3də 1-im, amma yuxarıda 83 qalır. Baxaq cavablarımıza. Bəli, var, Y bəndi. Cavabımız oldu nə? Y variantı. Məsələmizi saxlayaq. Keçdik 47-ci məsələmizə. 47-ci məsələdə mənə nə deyir? Baxın, şəklimizi yaxşı çəkək əvvəlcə. Düz bucaqlı, üç bucaqdır. A, B, C, Y, O, D. Aha. Deyir ki, ABC üçbucağında ASB 90 dərəcədir qeyd elədim. ASB-nin 90 dərəcə olduğunu. Y medianların kəsişmə nöqtəsidir. Medianların kəsişmə nöqtəsidir. Aha, lap yaxşı. CO median, DO isə CO mediandır bildik. DO isə bu müstəviyə qaldırmış perpendikulyardır. DO perpendikulyar deyilsə, yəni bu müstəviyə nədir bu? Perpendikulyardır. DY 7-dir. DY-ni verib. Nə gözəl. DY 7-dir. AB-ni də verib 18. AB-ni də verib uşaqlar 18. Əla. Bizdən D10 istəyir. Biz bilirdik ki, düzbucaqlı üçbucaqda nə idi? Bizim medianımızın düsturu n bərabər idi. C böl 2 yadımızdadırsa. Yəni 18-i böləcəm 2 olacaq 9. Yəni bura 9-dur. Bura 9-dur. Bu medianın özü də 9-dur. Median hansı nisbətdə bölünürdü? 2-nin 1-ə. 2K üstə gəl K bərabərdirsə 9-a. 3K bərabərdir 9. K bərabərdir 3. K olan bilirsiniz ki, təpədən başlayan daha böyükdür. YO. Yəni YO olan K-dır da. 2K, K yazmırdıq belə. YO-muz 3-dür yəni. Buranı tapdıq 3. Şu. Artıq məsələmiz aydındır. Bax, bura 7-dir, bura 3-dür. Yəni, üçbucağı sizə çıxardım, daha aydın görün. Bura 7-dir, bura 3-dür. Bizdən D10-u istəyir. Yenə Pifaqorla tapacağım. 3-ün kvadratı üstə gəl D10-un kvadratı bərabərdir 7-nin kvadratı. 49-dan çıxaram 9-unu. O da eləyər 40. Kök atda 40. 4 vur 10 kimi yazsaq 2 kökdə 10 eləyəcək. Düzdürmü? 47-də oldu cavabımız D variantı. Məsələmizi də saxlayırıq. Aha. Baxırıq 49-cu məsələmizə. 49-cu məsələmizdə bizə verib düzbucaqlı üçbucağın katetləri 6 və 8 sm. Bir dənə düzbucaqlı üçbucaq çəkək. Baxki kimi. Katetləri 6 və 8 sm-dir. Yaxşı, düzbucaq təpəsindən üçbucaq müstəvisinə qaldırılmış perpendikulyar. Hə. Bilmirəm şəkli belə yaxşımı çəkdim. Yəni bu əslində perpendikulyardır. Müstəvinin özünə perpendikulyardır. Qaldırılmış perpendikulyarın uzunluğu 3,6-dır.
Yəni bura nədir? 3,6-dır. Olsun. Sonra bizdən nə istəyir? Baxaq nə verir? Perpendikulyarın üçbucaq müstəvisi ilə perpendikulyarın üçbucaq müstəvisi ilə üzərində olmayan perpendikulyarın üçbucaq müstəvisi üzərində olmayan, yəni bundan danışır. Ucundan hipotenuza qədər olan məsafəni tapın. Yəni məndən buranı istəyir və bu məsafəni istəyir. Yaxşı. Hipotenuza qədər olan məsafəni mən tapmaq üçün mən bu hissəni tapsam əslində, düzdür uşaqlar? Və buranı tapsam, məsələmi əslində həll edə bilərəm. Düşünürəm. Bəli, eləyə bilərəm. Necə eləyə bilərəm? Baxın. Gəlin tapaq da. Bu bizim nəyimizdir? Düzgün qeyd eləmişikmi? Bax. 6, 8. Hə, bu bizim hündürlüyümüzdür. Çünki gəlib hara düşüb bir də düzbucağı üçbucağın katetləri 6 və 8 sm düzbucaq təpəsindən üçbucaq müstəvisinə qaldırılmış perpendikulyarın uzunluğu isə 3,6-dır. Perpendikulyarın üçbucaq müstəvisi üzərində olmayan ucundan hipotenuza qədər olan məsafəni, yəni bu üzlə bu nə əmələ gətirir? Yəni bu hipotenuzdur əslində. Biz bu h-ı tapmalıyıq. H nəyə bərabər idi? Yadınızdadırsa A vur B böl C. Yəni bizim hipotenuzumuz nə olacaq? 6, 8, 10'dur da. Düzbucaqlı üçbucağın hipotenuzu düz deyil. Bunda yazarıq 6 vur 8 böl 10. Yəni 4,8. Yəni mənim bu hipotenuzum 4,8'dir uşaqlar. Deyil, məsələmizə yaxşı bir şəklimiz əslində biraz yaxşı deyil, açığı. Şəkli əslində biraz fərqli çəkərdim ki, tam yaxşı görə bilək. Dəqiqə düzəldəcəm, indi şəkli görəcəksiniz. Belə çəkək. %6. Buradan da indirdik belə. Şu. Bax görürsüz, bura perpendikulyardır bu üzümüz bizim. Əslində bu hündürlük bura hündürlüyümüz idi. Buraydı perpendikulyar. Biz o hündürlüyü tapdıq. Amma belə düz qaldırıldığına görə bu üçbucağın özü düzbucaqlı üçbucaqdır. Buranı da 4,8 tapmışdıq da, düz deyil. O zaman gedib mən bu məsafəmi taparam. Bu məsafəmi də tapmaq üçün nədən istifadə edəcəm? Yine Pifaqor teoremini. Buraya yazaram x, olar x. Yəni görürsünüz uşaqlar, əslində 1/2-yə bölsəz, Pifaqor ədədlərdə bunu 1/2-yə bölərəm 3, bunu da 1/2-yə bölərəm 4. Demək bura 5'dir. Yəni 5'i vuracam 1/2-yə. Olacaq 6 və yaxud da belə yaza bilərsiniz. X kvadratı bərabərdir 3/6'nın kvadratı üstəgəl 4/8'in kvadratı hesablayıb taparsınız. Yəni 49'da oldu cavabımız A variantı. Oldu mu? Düzbucağı üçbucağın katetləri 6, 8 idi. Düzbucaq təpəsindən üçbucaq müstəvisinə qaldırılmış perpendikulyar 3/6 idi. Bunu qeyd eləmişdik. Perpendikulyarın üçbucaq müstəvisi üzərində olmayan, yəni bu ucundan hipotenuza qədər olan məsafəni bu şəkildə tapdıq. Bu qədər.